Hele de anası deyirdi da bunu mənə. Nə Füzuliyə yemək qoyurdu, nə Füzuliyə çay qoyurdu. Səhər sənin kişin işə gedir. Məsəl üçün, sən işə gedirsən, Evet. qardaşım. Sən işə getsən, tezdən sənin yoldaşın sənin qabağına çay dəmləyib qoymayanda nə ararsan? Sən özün qoyursan da, durub səni saymır. Sən Gözəl. özün... Sən o dediyin var ha. Sən o dediyin mənə yad deyil. Denən niyə? Qoy mən sənə bir şey deyim. Sözümü bağışla Elmarın toyunda. Mənim bir xalam qızı var idi. Fərsiz xalam qızı idi da. Ya belə deyək də. Bəlkə də Füzulinin keçmiş yoldaşı onun yanında şükürlü idi. Deməli, nə yoldaşının paltarını yuyurdu, nə qabağına bir çay qoyurdu, nə çörək, nə evdə tapılırdı, nə yemək pişirirdi. Bu adam nəyə yarayırdı? Axırı qaynanası bir sənin Özür istəyirəm, Cəhənnəm bunu canım akrabası səndən. yarıyırdı. Bəs elə bax indi gəl gözlə açıq danışaq da. Elə həyat yoldaşı kimə lazımdır? Qurban olsun. Eş kəsə. Eş kəsə. Şəxsən mən kişi olaram, onu mən eləsini saxlamaram da. Elə dalından dəydilər, qorxma. Dedilər sən bizlik deyirsən, dava yaz burada. Goodbye. Mən şəxsən kişi olaram, onu saxlamaram da. Bir adım, Vallahi. mən var, bax bu qaradoq caması. Gözəl, indi gör nə deyirəm. İndi özü kimi bir qeyrətsizin birinə gedir. At oynadır da, evdə at oynadır. İndi deyirəm ki, Kişidir da, kişi deyil. sən biraz elə bir şey gözəldir, qəşəngdir də, başa düşdün? O da qeyrətsizdir də. Deyir, nə olur olsun gözəldir də mənim yoldaşım, bəsdir mənə deyir bu. Da demir ki, gözəllik hər şeyi həll eləmir. Bu həyat yoldaşı olaraq evdə bir poxa dərman deyil. Sən də məni bağışla, siz də məni bağışlayın. Bir işə yaramır. Neyinlə bu həyat yoldaşı? Neyinlə? Mən paltarı Özür yuyum. istəyirəm, burada bax, Onun həyat qardaş, yoldaşı. bunlar- Deməli, ailələrində vəziyyət necədir? Paltarları çöldə camaşırxana yuyur. Da bu arvad nə üçün evdə? Ha gözəl, bax o arvadı neyinir? Belə şey olmaz axı. Nə caman, mən var, bax şəxsən mən. O Bax, səni işdən görür, sən gəldim. necə işdəkdirsən. Mən işdən çıxdım, ayaqlarım potayım su idi. Qaloşumun içi su idi. Bugün işləmişik. İşdən çıxdım, düz getdim şeyə. Ət aldım, getdim. Sağ olsun izləyicim, mənə dəstəkçilərim. Gedib ət aldım, getdim, dedim, saata baxdım, gördüm be altın yarısıdır. Təm təsdiq, dedim, yoldaşım işdən gələcək. Dolma da olsa bişirim, sabahlarım xəstəxanada olacağım, işdə olacağım, başım qarışacaq, yemək pişirə bilməyəcəm. Yarısını büküb xaladiniyə çiğ qoydum ki, gəlib pörtlədərəm, pişirərəm, qoyarım qabağını. Çünki... Sənin çöldəki işin 5 dənə evin işidir. Hələ Hə, ondan belə gəlirsən, evin də işini görürsən. Hə, deyə bax, dayanmadım qablarında. Bir dənə kartofu soya bilməyən, 2 yumurtanı bir-birinə vura bilməyən qızlar çıxıb burada gözələ dərs keçir. Mən onlara dərs keçərəm. Gözəl dolmanı yekə büyüdün, gözəl dolmanı balaca büyüdün. Bir dənə kartofu soy, bir kartofu soyanda onun yarısı qabığında soyursun. Yekə bükürəm, tələsirəm. Saat gedir, yoldaşım işdən gələcək. Tələsirəm, işdən gəlmişəm, yemək yoxdur. Tələsib büküb yığıram ki, amandır, tez olsun işdən gələcək, ac gələcək. Onsuz da biz elə itlərin sözün söz saymırıq. Cəmaatın gözü tərəzidir. Sənin əl qabiliyyətin cəmaatın gözü qabağındadır. Prosta adamı yandırır ki, sən bir yumurtanı pişirə bilmirsən, sən çıxıb burada gözələ dərs keçirsən ki, gözəl belədir, gözəl heylədir və yaxud Füzuli bir eləsi var ki, heç qeyrətdən xəbəri yoxdur, çıxıb burada Füzuliyə söz atır. Füzuli, sən niyə yev arvadın evində yaşayırsan? Mən köhnələrə qayıtmıram, mən nəysə. Yəni adam partlayır ki, kimin nəyi yoxdur ondan danışır. Birinci növbədə Füzuli Zaman qız uşaqları da ailəli deyil, ailə bilmir nə olacaq. Çıxıb burada ailə dərsi keçir. Benim başıma çok rahat var. Birinci növbədə qoy desinlər. Birinci növbədə Füzuli dedi ki, gəl Bakıda kiraya qalaq. Sən də işlə, mən də işləyəcəm. Tural, sağ ol, qurban ol, Tural, cibin Çox dolmasın. sağ olun, təşəkkür edirəm. Mən də qayıtdım, dedim ki, Füzuli, bunu Kambilanına verək. Bax, ən birinci Zahar müəllimin verişində də deyilib bu söz. Ki, Zahar müəllim də dedi, hətta anası da, Füzulinin anası da zəhv vurdu, dedi ki, mənə, qızım, eyvə getməyəm, 4 ay, 5 ay getmə. Səmat, çox sağ ol, Səmat. Kirayə tutum, səni burada Bakıda qalır. Bakıda səni qalım. Mən də dedim ki, çöldən zəmbil gətirməkdənsə... Zahar müəllim dedi, gözəl. Zahar müəllim Yox, dedi. Zahar müəllimin verilişində Füzuli Səmat, dedi. sağ ol. Zahar müəllimin verilişində Füzuli dedi ki,
Kiraya Tamam, qalacam sağ ol. burada, kiraya tutacam. Getməyəcəm. Mən də qayıtdım dedim ki, dedi ki, Qəbəliyə getmirəm da. Mən də qayıtdım. Yəni Füzuli hazır idi da, hətta sizi ayrı yerdə saxlamağa da. Yəni o qədər Ay sağ ol. Ay sağ ol. Mən də qayıtdım dedim ki, Füzuli, mənim uşaqlarım Qəbələ çotundadır. Mən oradan uşaqları götürüb bura gətirməyinə, həm də mən aliment ödəyirəm. Mənim uşaqlarım dədəsi iddia qalxırsa, buna görüş nətər mən verəcəm? Bakı kimi yerdə tanımıram, eləmirəm. Qəbələdə olmalıyam ki, uşaqlar hər yan doludur. Məktəb doludur. Mən oradan çıxadıb, Qəbələdən çıxadıb, gətirib Bakıya yerləşdirənə qədər, məktəb tapana qədər, məktəb doludur. Bir də getdi sentyabrın 15-də. Bəs bu uşaqlar küt oldu axı. Bax, gələcəyi var, nə sən oxumaq? həm də ondan əlavə biraz elə bir ki, məkan dəyişilirdi. Yəni uşaqlar Ali çox sağ ol hədiyyən üçün. Belə travma alır da, məkanın dəyişir. Ay sağ ol. 12 il qaldığı yerdən köçür yad bir yerə, yekə bir şəhər, tanımır heç aranı. Ay sağ ol. Mən də qayıtdım dedim ki, İraq, İshak çox sağ ol hədiyyən üçün. İraq, Allah uzaq, lətifəsi İraq. Heyvan heyvandır, heyvanın yerin dəyişəndə heyvan halı pisləşir. ay İnsan sağ ol. oradan bura gəlsə birdən-birə bura çətin olur axı. Ay sağ ol. Mən də dedim ki, o bana kiraya köçəndə kirayə puludur, kambilal puludur, yeməyimizdir, içməyimizdir. Sən də işləməyəsən, mən də işləməyəcəm. Nəyini? Heç olmasa Qaradoxda qalanda Bilirsən, mənə hörmət eləyirlər. O deyir ki, sözümü başda kəsirəm. Ümumiyyətlə yad yerə köçmək üçün, bir şəhərdən o bir şəhərə keçmək üçün əlində yetəri qədər vəsait olmalıdır. Ölənlər var, rəhmət. Qalanlar Hopla gələrsən ki, mən bundan sonra Bakıda qalam. Mən məsələn Sumqayıtda qalıram. Hər halda Sumqayıt şəhər gedir də, şəhər sayılır. Məsələn, Qəbəliyə nisbətən bura şəhər gedir. Düzdürmü? Burada ev də Qəbələdən bahadır. Burada hər şey bahadır. Çünki Bakının yanında şəhərdir. Məsələn, mən buradan durum, Sumqayıtdan durum Qəbəliyə gəlim. Mən gəlib orada heç nə deyə bilməyəcəm. Qalacam ortalıqda. Tural, çox sağ ol. Niyə? Çünki əlimdə vəsait yoxdur. Əlimdə vəsait olmasa, Tural, çox sağ ol. Əlimdə vəsait olmasa, bax məsələn, görürsə çoxsu biraz haşiyə çıxdım, çoxsu gedir Rusiyaya, güya pul qazanmağa. Görürsən, gedir, hələ gələndə samolyot pulunu borc alıb gəlir. Niyə? Çünki hoppula gedəcək, indi kişinin oğlu qazanc gətirəcək. Bir yerdən o bir yerə gedəndə əlində vəsait olmalıdır. Ona el arasında maya deyirlər. Maya olmalıdır əlində, maya. Əlbəttə. Bax, Sən çıxır buradan. Zahir müəllim oradan gündəlik buna 10 manat verirdi, mənə 15 manat verirdi. O 15 manatı, bax bu ölsün, mən Elə demə. çörək alırdım, parada kalpasa. Ben salam şütte tamam getdim. Güzel, bir də bir şey deyim. Bax, o sağ olsun, qurban olum, sağ olsun. O Zahir müəllimə çox sağ ol, təşəkkür edirik. Ki, sağ olsun, sizi o kassisayla təmin edirdi. Amma o şərt deyil. Niyə şərt deyil? Mən sənə bir şey deyim. Hər gün kalbasa, çörək, soy yeməklər sizi bir təhər eləyərdi. Kalbasa ilə adam dolanar. Uşaqlar bezmişdi, uşaqlar bezmişdi. Nədir? Sən qazan yeməyi yeməsən alınmaz, gözəl. Qazan yeməyi insan yeməsə əmələ gəlməz. Oğlumla mama irgənirəm kalpasadan, mama irgənirəm. Bundan sonra bezdim, gəldim Qəbəliyə. Ona görə də mən Füzuli aparırdı. Füzuli kirayədə qalırdım. Füzuli aparırdı. Dedi ki, kirayədə qalacam, getmirəm. 4 ay. Anası da dedi, anasından mənlə danışmadı, ağladı, sızdadı. Mən də dedim ki, yox. Çünki mən ora Bakını tanımıram. O yadıma gəlir ki, anidən birdən verilişdən itdiniz. Yəni, sağollaşıb çıxmadınız da o verilişdən, yəni ki, anidən itdiniz. Hətta verilişlərin birində Zahir müəllim də yarı zarafat qayıtdı ki, gördünüz gözəli, belə olmaq lazımdır, vurdu qoltuğuna getdi. Bu həyat belədir də, yəni əldən verdin sənin deyil. Bax, bu Füzuli var ha, adını çəkməyəcəm, 2-3 dənə iştirakçısı Əğin altına mən orada olmayanda, əğin altına telefon nömrəsi də tullayıblar. Füzulini çağırıblar da. Füzuliyə deyiblər ki, bura gəl, səninlə işim var. Füzuli amma gedir. O səhnəni yaradıblar ki, araya nifaq salsınlar. Həmən o nömrə atanlar, gözəl, həmən o nömrə atan o
üzr istəyirəm, dönə-dönə üzr istəyirəm. O nömrə atan qancıqlar, çünki onlara xanım deyə bilmərəm. Xanım desəm, sizin kimi xanımlara hörmətsizlik olar. Həmin o nömrə atanlar Füzulini bir ildə orada görmürdü. Əlbəttə. Niyə onda da yakır atmırdılar Füzuliyə? Çünki araya neynəsinlər ki, bir nifaq salsınlar ki, qoy gözəllə Füzulinin arası dəysin. İnan, onlar onunla yaşayırlar. Kimisə arasını vuranda sevinirlər ki, hə, bir dənə ailəni dağıtdıq, şükür. Neylək, nəsən? Mən buna bax, yenə də deyirəm. Milyon cəmaatın içində. Ayıb olsun sənə ömrüm. Nə yazır yazsın. Milyon bax, burada ahalinin içində deyirəm. Aliment 4 ay ödə, 5 ay ödə. Ödədin mi? Get görüş al. Görüş aldın mı tək getmə. İcra nümayəndələrin özə vəkilə deməmiş də getmə də. Orada anası ilə. Şahid anadır. Şahid anadır. Bana çox sağ ol. Bəli, bəli. Anaya dinən, qardaşıva dinən, bir də vəkilva dinən. Vəssalam. Tək, orada sənin işin yoxdur. Qızı özü şər atar. Bu günlərim qızı ilə danışdı. Bu canım ölsün, məni basırasız. Elə demə, elə demə. Daha deməkdən Bana ki... olsan çox sağ ol, cibin dolu olsun. Mən hələ də fikirləşirəm onu. Daha deməkdən ki, ata çox sağ ol, əziyyət çəkirsən, süpürürsən, təşəkkür edirəm. Sən ki bizə alimenti gecikdirmədsən, verətsən, cibin dolu olsun. Onu demək dərdindən. Anama məktub gəlib, sən hava ödəyəsən. Mənə daha atam demə, qızım demə mənə. Deyədirsin ki, uşaqlar deyil. bu günlərim Allah, Allah. Məndən xəlbət keçdi o köydə qızı ilə danışırdı. Getdim, qulaq astım, dinmədim Özəm də. mən efirdə gördüm, Füzuli balalarına bağlı kişi də, o qızı ilə danışanda ağladı. Ya qızı idi, ya oğluydu. Ağla, kövrəldi də yəni. Verilişdə mən onu gördüm. Qızıydı. Qızı idi, bu- Hə, qayıdıbdı. Sən qızısan da, atasın. Atadır, sənə zəng eləyibdi. Bir kəlmə dinən ki, ata çox sağ ol, alimenti hava göndərəsən, nə yeyirsən, nə içirsən, nə inirsən, nə var, nə yox, nə çoxdandır səni görmürəm, nə inirsən ata, cibin dolu olsun, qazancın bol olsun. Onu o demədi. Qulağım eşdə bedir. Sən mən atan deyilsən. Anama şey gəl, məktub gəldi. Plava göndərəsən. Göndər ha. Deməli, burada bir balaca boşluğu olub, sonra 90 çox sağ cibində olasın. Boşluğu da Füzuli bilə-bilə eləməyib. Evlatların çox istədiyindən eləyib də, onlara güvənib, onlar bilməz ki, nə vaxtsa Füzulinin arxasından vuracaq belə. Yox, bəs mən, bax, bəyəxlarım öz uşaqlarıma canlı nəyə görə səsi batırıldı, burada bağlandı. Öz canım da bağlandı. Eşitdi. Detallara getməyə, hə. Bax, mən sənə bir şey deyəcəm, gözəl. Mən sənə bir söz deyəcəm, qurban. Sən de, sonra mən deyəcəm, de qurban. Bəyəxlarımdır, uşaqlar bir-birindən elmar damlanıb vurdu, damladı elmar. 50 dəfə kuxnada qabları yuyuram, yemək yediğimiz qabları. Dedim elmar dayan, daha işləyib gəl, atan işləyib gəl. Yaxşı dedi, bir dəfə, 2 dəfə, işdən gəlmişəm, yorluğa. Dayanmadı, and olsun Allaha. Tuttum qızı xaşmaradım, tulladım. Gədən dedim ki, çölə çıxartsan, elmar, nə öydə oturassan, dərs öyrəz. Dedim ki, sabahlan buna hörmət qoyassan. Hörmət qoymayassansa, buna dedim üz göstərmə. Sabahlan sən ona üz göstərsən, minib boynunun dalına çıxacaqlar. Bax, kimiyəm? Oğlu. Götürüb saxladığı... Bəhrəm var ha. Öz oğlundan gedib siqaret istəyir. Bəhrəmin oğlu atasından gedib siqaret istəyir. Buna deyirəm, günah bunda olubdu. Denən niyə? Bu gedib işləmək, dolu qazançla gəlib, boş gəlməyib da, gecə, gündüz işləyibdir. Boş gəlməyib, yedizdirib, qudurdub, çıxardıb boynunun dalına. Bir dəfə uşaqlar ata qorxusu görməyib. Nə oğul, nə qız. Bax, indi mən sona 90 çoxsa cibində olursun sonra.
Mənim babam gələndə, babam qapıdan içəri girəndə biz ayağa dururduq. İndikilər var, Yo, Atıyorum. indikilər onu eləməz gözəl. Yo. Bax, indi mən sənə bir şey deyim gözəl. İndi mən sənə bir söz deyim. Bax, Füzuli qardaşım eşidir də məni. Mən Füzulinin əvəzindən and içərəm ki, Füzuli o iki uşağın bir nə də olsun bir şillə vurmayıb. Düzdür Füzuli? And olsun Allaha. Yox qardaş, Bax, yox. gör, and içməsən mən sənin əvəzindən and içərəm ki, vurmamısan. Çünki mən səni Yox. tanıyıram. Yox. Amma, bax, gözəl bacım da, mən də, biz demirik, uşağı ilə döyək, yox. Amma biz deyirik ki, döymək lazımdır. Uşağı qorxutmaq lazımdır. Bax, Füzuli, Allah o canını ağlamasın. Oğlun deyə Allah ömrünü uzun eləsin. Heç sənin üzrsən belindən gələndə heç ona da pisliyi arzulamırıq. İndi o neçə yaşı var onun? 14-cü tamam eləyib 15-ə keçib. Ayşə, ən pis vaxtıdır da. O sənə ata deyəndə sən onu elə vurmalıydın ki, onun ağzının, burnunu qanı dağılsın. O ikinci dəfə onun davamını gətirməsin. Sən onu o qədər onlara istəmirsən, çox istəmirsən. O çox istəməyən onlara o qədər volya verib. O, belə deyək də, onlar da bugünkü də o povud götürüb sənə elə deyirlər. Məsələn, o şəraiti sən elə bir yaratmamalıydın gərək. Məsələn, mən olsaydım, məsələn, Füzuli, mən olsaydım, mənim oğlum, məsələn, pisləmirəm ha, sən də ideala, kaş ki, mən də sənin kimi ata olardım, ürəyim elə geniş olardı. Amma mənim ona səbrim çatmaz. Mən o oğlu alardım başıma, elə yerə çırpardım ki, qoy şikəstli olsun, heç onu səhər əskəriyə də apara bilməsinlər. Evdə zəlil olsun, ona baxım. And olsun Allaha, gecə saat 2 tamamdır, 3-ə işləyib. Yatmışdı, ayıldı ki, mən sasiska istəyirəm. Dedim, bala, gecə saat 2 tamamdır, 3-ə işləyib. Mən sən sasiskanı gedib hardan alım? Əgər yalan deyirəmsə, bax, buyursun. And içmə. Kətdəki mağazinlər hamısı bağlı idi. Fikirləşdim ki, kətdəklər bağlıdır. Gedim Sabrabada girəcəyindəki mağazinlər, günün 24, gecənin 24 saatını işləyirlər də. Bəli. Maşını xodlamışam. Gedmişəm Sabrabada. Gedib and olsun Allaha 5 manatlıq benzin vurmuşam. 10 manatlıq da saska alıb gəlmişəm evə. Sabrabada gedib, gəlməcim 3 tamam 4-ə işləyir. 15 manata sənə başa gəlib. Amma sən onu mən dediyim kimi, mənim gözəl resepim var da. Mənim o resepimi bütün valideynlər eləsə, həmişə xeyrə çatar əli. Uşağı elə vurmaq lazımdır ki, ağzının burnunu qana dağılsın. O qan onu qorxuzacaq. O qan onu elə qorxuzacaq, onun gözü qorxacaq ki, valideynlər Mən eləməmişəm. cavab qaytarmaq nə deməkdir? Gedib alıb gətirmişəm, and olsun Allaha. Yatmıb məni gözləyib. Oturub ondan 4 dənəsini yeyib, sonra yatıb. İnandım, mən belə olmuşam balalarıma. Mən şəxsən eləmərəm. Şəxsən mən eləmərəm. Bax, and olsun Mən Allaha. Vallahi mənə bax, and ola mən də eləmərəm. Vallahi billahi uşağı yerindəcə mələtmək lazımdır. Yerindəcə döymək. Bax, ürəyim, sən bir şey göstərəcəm. Bax, yəni sən bir şey göstərəcəm. Bax, bir dəqiqə gözlə, qadasın sənə qurban. Bax, Allah eləməsin. bax, məni evdən qovdular, çıxartdılar. Maşını əlimdən aldılar, evi yandırdılar. Oxşum, gəldim Bakıya. Bakıda da bizim qovumuz Qəbizlərdir. Eləmə o Zaur müəllimə də vermişdi onları. Hə. Ki, təkər sexində qala attığın pullardır. 5 bir dəfə, Məni 10 bir evdən dəfə. qovdular, çıxartdılar. Maşını əlimdən aldılar, bir dənə sumkada paltarlarımı götürüb çıxdım. Təkər sexində işləyə, maşına qədər ki, hamısı çıxdı da əlimdən. Təkər sexində işləyə, onlara atdığım pılları, çeklərini. 100 Ay manat. Füzuli, bax indi sənə bir şey deyəcəm ürəyim. Sən məni düz başa düşərsən. Görürəm, onu mən efirdə görmüşəm. Bax o çekləri də Zaur müəllimə verdin, yəni. Bax. 50 manat, 30 manat, 40 manat, bu da 20 manat. Oğlan belə, uşaqlar mənə deyirdi ki, siz... İndi mən sənə bir şey deyim Füzuli. Bax sənə bir söz deyim. Bax bir dənə bunu deyim qardaşın görünə deyim. Bax o çekləri, o pulları atmaq nə vacib idi? Niyə atdın? Çünki başıma nə gəlibsə mən buradan deyəcəm. Ürəyimin təmizliyindən.
qəlbimin təmizliyi, ürəyimin təmizliyindən altımın maşınını mən onun adına keçdim ki, bu 15 illik mənim ailəmdir də. Keçid, yəni maşına aformat eləməyə adam tapa bilmədim də. Ürəyim qızan adam tapa bilmədim. Ailəmə inandım. Nə biləsən o elə eləyər? Hardan biləsən? Ağlıma gəlməz. Ay sağ ol. İnanıb bağlanmışdım da. Yəni ki bu 15 illik mənim ailəmdir. Bir yekə evlatlarım var. Mən güman eləmirdim ki mənim başıma bu oyun gələr. Qəlbimin təmizliyindən, ürəyimin təmizliyindən. Maşını da aldılar. Evi də yandırdılar. Ondan sonra deyən buradan göstərəcəm. Baba, üzürlü hesab ediyorum məni. Ay, Yo, deyən. Bir dəqiqə deyən. Bax, Aydın. Məhkəmədə də bax göstərəcəm. Bax, kısmı yandırıblar. Bax, onlar yandırıb. Bax. Kışlarım bax yanırdı. Bax, benzin, yatdığım yerdə benzin töküb mənə yandırıblar. Mən sənə bir şey deyəcəm Füzuli. Mən inanıram. Allah haqqı inanıram sənə. Mən sənə bir söz deyəcəm. Bugünkü gündə cəmiyyətə ən xeyirli evlatlar var, tərbiyəli, xeyirli evlatlar var. Bir ki, onları valideynləri döyüb ki, elə əxlaqlı olub. Onlar, Lina çox sağ ol hədiyyəncə. Döyülməyən uşaq yadında saxla. Döyülməyən uşaq tərbiyəsiz olur. Əlbəttə. Uşaqlar döymək lazımdır Füzuli. Özdə elə belə yox ha. Elə belə yox. Elə belə babat bir dəfə döymək lazımdır ki, qoy o uşağın gözü qorxsun. Atıya bir şey ki, indi köhnələrə qayıtmıram, qurban olum. Zahir müəllim deyir ki, mən o uşağın səsini efirə verə bilmədim. Necə söyüşlər var. Başdan ayağa söyüş. Uşaq dedi ki, ata sənin ağzı bez kimi. Nənəmin ağzı beləliyim. Nəslinin ağzını beləliyim. WhatsAppda mənə bir dənə salam yazarsan, WhatsAppda. Oğlum mənə dedi ki, sən ağzı, anın ağzın, dədi görün. Səsləri burada WhatsAppda var. İndi Füzuli, mən sənə bir şey deyim də. İndi sənə bir şey deyim. Qardaşım, sən WhatsAppda buna salam yaz. Buna düşdün, o uşağın söyüşlərini var, bunun oğlunun söyüşlərini. Səni assın, tüylərin biz gələr. Yayını bağlayandan sonra sənə yazacağım, indi mənə atarsan. İndi bax, Füzuli, o sənin evladındır, sən atasan, 100 dənə məni kimisi, mən kiməm ki? Amma elə belə bir şey deyim də sənə, yenə də bu sənin balandır. Amma o söyüşlər söyəndə, niyə onu bir dəfə alıb başına çırpmadın yerə? Gücü çatmır, vaxtında. Hayır, vaxtıdır da elə, indi də bu adam atasına bu sözü deyər. Bəyəxki o söyüş deyəni çıxartdım. Adam atasına o sözü deyər. Mən də öz biyaqlarım döyüb, yatdırdım ki, yatın. Bax, bəli, indi biz də istəyərik ki, dünya belə düz ola, sonra çox sağ ol, bəyəkdən hədiyyə atarsan. Dünya belə düppədüz ola, heç kimi döymədən, uşaqları döymədən tərbiyə. Amma elə deyil də, dünya belə yoxuşdudur da, bunlar döyülməsə, bunlar əhəlləşmir axı, uşaqdır. Bunlar arada bir döyülməlidir. Onu da döyməyəndə gəlir ay Füzuli, həddi buluğa çatanda, bax elə söyüşlər söyür. Amma yenə də o söyüşü söyəndə, ən azı vurmalıydın onu orada. Yenə də o sənin böyüklüyündür. Bax, görsən, yenə ata kimi əl qaldı. Böyüklük eləyənməyib da. Məsələn, mənim səbrim, mənim Quran haqqı, bax, Quran nə? Qurana inanırsınız da ikimizdə. Bax, Qurana canım. Quran haqqı, mənim səbrim yoxdur da. Mən Allaha qurban olum, mənə Allah səbir verməyib. Məsələn, mənim oğlum bu söyüşü desəydi, Füzuli, özümü kontroldan çıxacaqdım da, özümü idarə edə bilməyəcəm. Onu ya başın vuracaqdım divara, başı partlasın. Ya da yenə də deyirəm, onu ömürlü şikəstə deyəcəm, heç hərbiyə xidmətə də aparmasınlar. Ömürlü zəlil olsun evdə. Səbir yoxdur da, beyin yoxdur, baş getdi. Yəni, sən də onu eləməliydin, indi eləməmsən, o da sənin... Yumurğun vurmayıb, biyaq da dedim da, yumurğun vurmayıb ustola. Bəli, Ələsi bücrə ağıl çalır. Bir dəfə, Bakıda Nizami metrosu deyilən bir yer var. Bir 6 ilin söhbətidir, 2019-dan danışıram. Nizami metrosu deyilən yerdə qarışıqlıqdır da, orada adamların çox olan yeridir. Bir balaca uşaq, malış, 16 yaşında uşaq gəldi, məndən siqaret istədi. Belə
ədəb erkən qaydasında istəmədi də. Brat, səndə siqaret qaqaş siqaretin olmaz. Mən də dedim ki, əvvəla sən çox nahaq yerə siqaret çəkirsən, sənə yaraşmaz. İkinci də, sənin neçə yaşın var dedim. Dedi, 16 yaşın var. Mənim də onda var idi, 32 yaşım. Dedim, sən özündən 2 dəfə böyük adama qaqaş deyirsən, yəni biz bir sinifdə oxumuşuq, belə çıxır. Nə deməliyəm? Dedim, adam özündən böyüyə qaqaş deməz. Onun üstündə o biraz şeylədi də, belə pis danışdı. Mən də səbrim, amma sonra anladım ki, gərək eləməzdim. Özümə eləyə bilmədim, vurdum. Vurdum, işimi də böyütdüm. Amma məsələn, orada sən olsaydın, qeyri birisi olsaydı yola verəcəkdim. Mən onu yola verə bilmədim. Mən niyə yola verə bilmirəm? Biz özümüzdən balacaları elə tərbiyələndirməliyik ki, özündən böyüyə hörmət eləsin. Necə ki, biz özümüzdən böyük... Füzuli, biz uşaq vaxtı necə idi? Biz böyüyün qabağına qaçırdıq, kömək edirdik, əlindən yük alırdıq. Məsələn, avtobusa minəndə yer verirdik. Özümüzdən 10 yaş böyüyə dayı deyirdik, xala deyirdik. Bizim ixtiyarımız nə idi? Dayı yaşında adama yaxınlaşaq, siqaret istəyək. Nə bilim. Allaha and olsun, atam məni, rəhmətlik atam. Qurana and olsun. Məni şlankla çırpırdı, şlankla. Özdə traktoru seyirdi. Məni şlankla çırpırdı. Mən başımı qaldırıb, bir kəlmə güldən ağır söz demirdim. Ağlaya gedib girirdim qorxumdan qravatın altına. Döyürdü məni. Hirsiz Nəinki, ay Füzuli, nəinki valideynləri, məktəbdə müəllimlərimiz də bizi çırpırdı da. Bəli. Mən atamın üzünə mən ağ olmamışam. Mən ata görməmişəm. Sən tərbiyəli oğlansan. And olsun Allah. Ben ne anamın yüzüne ağ olmamışam, ne atamın yüzüne. Qurana and olsun. Məni bax indinin özündə də, mənim mamam, and olsun Allaha, bax qoyur qabağına. İtdən verir, itdən alır. Mən başımı qaldırıb, güldən ağılına bir söz demirəm. Ondan da əlavə mən sənə bir şey deyim Füzuli, səndə o tərbiyə var. Sən bir söz deyəndə utanırsan, qızarırsan. Amma adamlar o abır həyə yoxdur. Sən istəməzdin nə belə olsun, amma sən o istəyindən, saflığından o boşluq yaranır. Bəli, düz. Nə bilim, nəsə. Bu günah bunda olubdur. Yox, indiki bir günə qədər başıma nə gəlibsə, səhvliyimdən, ondan sonra qəlbimin təmizliyindən, İnsana çox inanıram, çox bağlanıram. Bax, bunlardan. Qurana. Bilirsən, heç olmaya inləm. Bax, məsələn, mən o dəfə verilişdə gördüm. Sən orada başdan ayağa gözəldəsən də, nə qədər olmuşsunuz, mən hamısını izləmişəm də. Sənin qaynanan yığdı efiri. Olmazın sözləri. Şər atdı da bir növü, şər atdı. O evi biz deymişik, nə bilim, o torpaq bizimdir, o ev bizimdir, nə bilim, biz yandırmamışıq. Elə bir ki, bizdə belə bir şey var, yeznəni düşmən gözündə görürlər. Olmaz da, bu sənin qızımın əridir. Niyə belə edirsən? Bəziləri deyirəm, hamısını demirəm, bəziləri. Bilirəm, qardaş, bilirəm. Amma sənə bir şey deyim də, Füzuli. O boşandığın qadına Allah bundan sonra yaxşı gün qismət eləsin denən niyə? Allah onu var eləsin denən niyə? Çünki onun hesabına sən gözəl kimi bir həyat yoldaşı tapdın. Qisməti və belə bir qadın çıxdı. Özünü üzmə. Özünü dilxor eləmə. Yox dayı. Allah köməyiniz olsun. Mən bilirəm ki, bax, o gələn o zəngə qədər hər şey yaxşı idi. O zəngdən sonra sən çox şey oldun. Qanın qaraldı. Efiri parça-parça elədi. Sonra çox sağ ol. Efiri elə ki, parça-parça elədi oğlan. Yaxşı yayımımız gedirdi. Allah yaxşıları var eləsin. Qəşək dəstəyi də olurdular bizə. Amin. Yaxşıların qadasın, amin. Ona görə deyəm, özü üzmə, özü fikir eləmə özüvə. Yəni, mən hansı vaxt sizin yayımınızda olmasam, bilin ki, işləyəm də, yəni ürəyim sizin yanınızdadır. Buradan alım, yaxşı. Allah səni qorusun, Allah səndən müğiyyət olsun, başına dönər. Sağ olun, qadan alın, çox sağ olun. Yorulmamışsınız.
Ha can. Deyirəm birdən yorularsınız deyə tutmayayım sizi. Ya insan insanı Saat Saat 2 2 işləyir. geçti. Hə, yataq. Sizi yormayayım qadın alaram. Yok hoşdur. Var olsun, Hoşdur. ona çox sağ ol. Hər ikiniz mənim doğmamsınız. Hər ikinizin əlindən, ayağından öpürəm. Var olun. Quran haqqı, mən dilimin döndüyü yerə qədər sizin yanınızdayım. Allah səni var eləsin. Çox sağ ol. Sağ ol. Nə sözünüz, nə qulluğunuz. Sən mənə sağlığın bəsdir. Öpürəm. Çox sağ olun. Çox sağ olun, çox sağ olun. Sağlığın bəsdir. Bir dənə Füzuli, səndən xahişim odur ki, Mən sevinirəm heç nəyə ki, içrə var. sənin kimi mən sevinirəm ki, sənin kimi mənim qardaşım var. Sənə qurban olaram. Bax, bu özünə Qarşılıqlıdır. qurban deyirəm. Elə demə, bilirəm. Sənin quruca sözün mənə bəsdir, and içmə. Səni Allah- zar müəllimdə təqdim edər ki, bu adamda yalan yoxdur. Nə var odur? Sən pis adam olsaydın, qardaş, ildən çox orada olduğunda biri zəng eləyib deyərdi ki, Füzulinin belə bir pis hərəkəti var. Bəli. Düz. Düz. Səni qadan alaram. Nə sözünüz, nə qulluğunuz. Sənin Qadan sağlığın, alaram. Allah Hə, səni var eləsin. İnşallah işdə olmayan günlər mən bil ki, sizin yayınızdayım. İnşallah. İndi İnşallah. sağollaşandan sonra sənə yazacağam WhatsApp-da. Bir dənə mənə atarsan, əgər mümkünsə atarsan, mümkün deyilsə atmarsan. Atadan baxarsan. Hə, yox, ürəyim qurban, yox. Yox, uşaqların üzündən öpün, sağ olun. Oldu. Çox Gecə sağ ol. xeyrə qalsın. Sağ olun, qurban olun, Allah sağ olun. əmanət ol. Allah səni qorusun. Sağ olun, qurban olun, sağ olun, çox sağ olun. Öpürəm. Sağ ol. Analarım. Sağ ol. Sağ ol. Sən mənim qardaşımsan. And olsun Allaha. Qarşılıqlıdır. Mən Cəvahir ananın əlindən öpürəm ki, sənin kimi oğul böyüdü. Qardaşımın da üzündən öpürəm. Sənin kimi, sən fəxr eləsin ki, sənin kimi qardaşı var. Allah səni var eləsin. Ürəyim. Sənin bugünkü gündə 5 dənə doğman var. Anandır, qardaşındır, gözəldir, bir də 2 balandır. Və gözəlin o 2 dənə balası. Elmarla, o qızın adı nədir? Damla. 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 Deməli, Damladır, Elmardır, gözəldir, Cəvahir anadır, bir də sənin qardaşın. 5 dənə sənin doğman var. Bu 5 dənədən kənar heç kimə inanma, güvənmə. Bir dənə onlara sığın. Sağ ol qadan Allah'ım. Sağ ol qardaşım. Allah- Qada görmə, qadadan uzaq. Allah səni Çox çörəyini artırsın qardaşım. Allah səni Sağ rol ol, qarşısında Sağ ol. qorusun. Sağ ol. Başına dönərəm. Sağ ol bacı, sağ ol, qurban ol, sağ ol, sağ olun, sağ olun, öpürəm, çox sağ olun. Sağ ol. sağ ol, Dedi, sağ ol, sağ ol, sağ ol. Sağ ol, Sağ ol. sağ ol. Allah səni qorusun. Allah Sağ səni ol, qurban ol, sağ ol. uzunu çörəyini versin. Səni Allah xatadan, baladan qorusun. Rəbbim Allah sənə kömək olsun. Amin. Sağ ol, qurban olaram, çox sağ olun. Hər ikinizin qadasını alaram, sağ ol, çox sağ İnşallah ol. səbə görüşərik. Çox sağ ol, sağ ol, sağ ol. Atarsam. WhatsApp-dan çıxandan sonra sən yazarsan mənə qadası. Sağ olun dostlar. Çox